Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun. Bildiyimiz kimi artıq imtahana 2 gün qalıb. 10 mayda Naxçıvan şəhərində ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanı keçiriləcək. Yəqin ki, hər biriniz müəyyən qədər həyəcanlanmısınız. Tam normaldır. Əgər siz desəz ki, müəllim, ümumiyyətlə bizim həyəcanımız yoxdur, bu biraz səmimi olmaz. Həyəcan olmağı normaldır. Sadəcə özünüzə inanın. Hansı ki, mən sizə inanıram. Çünki neçə vaxt izahlar paylaşırıq, yararlanırsınız bu və ya digər formada və imtahandan sonra həqiqətən də özünüz də bunu görəcəksiniz və gəlib bu və ya digər videolarımızın şərh bölməsində yaza bilərsiniz ki, müəllim həqiqətən də dediyiniz kimi oldu, bu qədər düz yazdım, yaxşı oldu imtahan və s. və ilə. Sadəcə həyəcanlanmayın, özünüzə inanın. Sualların izahına keçməmişdən öncə müəllimlər bir elan nəzərinizə çatdırım. Bizim yay qruplarımız artıq qeydiyyat başlayıb. 2027-ci ildə sertifikasiya imtahana girəcək müəllimlər üçün də bu təlimlərimiz. Bildiyimiz kimi artıq sertifikasiya proqramı MİQ proqramından tam eyniləşib, yeni mövzular artırılıb. Bu da təbii ki, normal olaraq, yəni əvvəlki imtahandan bu imtahanın biraz çətin deməyək, nə mənada? Çünki o mövzunu bilirsinizsə, təbii ki, o sizə çətin gəlməyəcək. Amma yox, mən köhnə proqramla hazırlaşım, o yeni mövzulara da baxmayayım. Orada imtahan sizin üçün istər-istəmə çətin olacaq. Yeni qruplar haqqında ətraflı məlumat almaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək suallarımızın izahına. Birinci sualımızda sertifikasiyanın rəsmi qəbul suallarındandır. Bir kombayn həftədə 60 saat, ikinci kombayn isə 45 saat işləyir. Birinci kombayn ikinci kombayndan 60 litr çox yanacaq sərf edir. Sonra əgər hər iki kombayn eyni saatlıq yanacaq normasına malikdirsə, birinci kombayn bir həftədə neçə litr yanacaq sərf etmişdir. İndi gəlin burada məntiqini başa düşməyə çalışaq. Bu tipli suallarda biz azı çoxu bərabər eləmək qaydasından getmişik. Bizə yazılıb ki, birinci kombayn ikinci kombayndan 60 litr çox yanacaq sərf edir. Mən sual verirəm ki, niyə? Cavabın odur ki, bu 60 saat işləyir, bu da 45 saat. Hər biri də eyni saatda eyni yanacağı yandırır. Ona görə əvvəlcə baxmalıyıq ki, birinci kombayn ikinci kombayndan neçə saat çox işləyir? 60-dan çıxıram 45-i bərabərdir 15 saat çox. Bəs yaxşı, saat olaraq 15 saat çoxdur. Bəs yanacaq olaraq nə qədər çox yanacaq sərf edir? Bura yazırıq 60 litr çox yanacaq. İndi onda belə çıxır ki, bu 60 litr bu 15 saat ərzində istifadə olunub. Və 1 saata nə qədər gedir? 60-ı bölərəm 15-ə, bərabərdir 4 litr. Bu 1 saatda istifadə olunandır. İndi, dəyərli müəllimlər, 1 saatda 4 litr yanacaq sərf olunur. Bunu bildik. Bizə deyir ki, birinci kombayn. Biz də birinci kombaynın burada şərtdə verib 60 saat. 60-ı da 4-ə vurarıq, bərabər 240 litr. Bu qədər sadə. Sadəcə məntiqini anlamağa çalışmaq lazımdır. İkinci suala baxıraq. Bu sualı, baxın, tənliklə də həllini sizə göstərəcəm. Amma tənliyi özünüz yazacaqsınız. Sonra isə tənliksiz həllini sizə göstərəcəm. Birinci sualımız tənliklə. Tam doldurmaq üçün neçə millilitr su lazım olardı? Yəni, ümumiyyətlə, qabın həcmi nə qədərdir? Qabın həcmini mən bilmirəm, x qəbul edəcəm. 5-də 4-ü su ilə doludur. Olacaq bu 5-də 4x. Əli bu qaba içərisindəki suyun üstə 2 hissəsi qədər su əlavə edir. 5-də 4-ün üstə 2-si nə qədər edir? 5-də 4-ün üstə 2-si. Bu elədir 15-də 8. İndi üzərinə gələk 15-də 8x bərabərdir. Və bu zaman qabda nə 500 ml su daşır. Müəllimlərin ən çox çaşdığı hissə buradır ki, bu su daşanda ümumi qabın həcmi x idi, müəllimlər çıxaq yazır. Amma yox, üstə gələk. Gəl indi bunu gündəlik praktikamıza uyğunlaşdıraq ki, bu nə deməkdir? Sən bir qaba su tökürsən, tutaq ki, stəkanı doldurdun. O stəkanda su biraz yerə daşdı, stolun üstündə. Mən səndən stəkana nə qədər su, ümumi nə qədər su var soruşsam, sən nə edəcəksən? Stəkanın içərisindəki su və yerə tökülən suyu da deyəcəksən də. Nəticə olaraq bunun hər bir stəkana dolan sudur və bu sonradan axıb yerə. Ona görə çıx yox üzərinə gələcək. Bu tənliyi həll edə bilərsiniz. Bir problem də yoxdur, artıq bu tənliyi də həll eləməyə bacarmalısınız. Növbəti qaydamız isə x-siz yazaq. Nə edəcək? 5-də 4 hissəsində su var. Onda yazıram bura 5-də 4 hissə. Formada kəsir kimi yazdım. Bu suyun üstə 2 hissəsi qədər. 5-də 4-ün üstə 2-sini az öncə tapdıq. Elədi 15-də 8. Yazıram 5-də 4 hissə, üstə gələk 15-də 8 hissə.
Görək bu nə qədər eləyəcək. 15-də məxrəclərini bərabərləşdirirəm. 15-i 5-ə böləndə 3, 3 dəfə 4, 12, üstəgəl 8 bərabərdir 15-də 20. Bunu da hər tərəfini 5-ə ixtisar eləsək 3-də 4. Nə aldıq dəyərli müəllimlər? 3-də 4 hissə. Amma hər bir şey bir hissədə axı. Yəni bir hissə nə? 3-də 3 deməkdir. Onda görək 3-də 4 bir hissədə nə qədər çoxdur? Yəni 3-də 4-dən bir hissəni çıxırıq. Biri də burada uyğunlaşdırsaq 3-də 3 kimi yaza bilərik. Bu da bərabərdir 3-də 1 hissə çox. Deməli 3-də 1 hissə çox olub. Bu biri tərəfdə də bizə deyir ki 500 ml su daşıb, yəni çox olub. Onda belə çıxır ki qabın 3-də 1 hissəsi 500-üymüş. 3-də 1 hissəsi 500 olan ədəd. Hissəsinə görə ədədi tapmaq üçün 500-ü 3-də 1-ə bölürük. 500-ü də 3-də 1-ə böləndə tərsinə vuracağıq. 500 3-ə də vuranda eləcək 1500. Doğru cavab C variantı. Burada nə etdik? Sırf birbaşa tam hissə və ya kəsr hissə qaydasından getdik. Topladıq. 5-də 4-də var idi. 3-də 2-sini tapdıq. 15-də 8 topladıq. 15-də 20 ixtisar elədik. 3-də 4. Bizim qabımız normalda qardaş. 3-də 4 isə deməli 3-də 3-də bir hissədir. 3-də 3 amma burada 3-də 4. 3-də 4 3-də 3-də nə qədər artıqdır? 3-də 1 hissə. Bəs bu bir tərəfdə nə qədər artıq yazılır? 500. Deməli 3-də 1 hissə 500-ə yaxın gəlir. Nəyin 3-də 1 hissəsi 500 eləyir? 1500-ün. Məntiqi baxın budur. Üçüncü sualımız. Düzbucaqlının uzunluğu 18 cm, eni isə perimetri 48 cm olan kvadratın tərəfinə bərabərdir. Bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. O zaman 48-i 4 yerə bölərəm, bərabər eləyir 12. Deməli, bizim bu düzbucaqlımızın eni 12-dir. İndi bizə deyir, düzbucaqlının sahəsini tapın. Düzbucaqlının sahəsini biz necə taparıq? Rahat. 18-i vuraram 12-yə. Bu da bərabər eləyir 216 kvadrat santimetr. Sadəcə burada hesablamaydı. Bu da imtahanda istifadə olunmuş sualdandır. Yuvarlaqlaşdırma ilə bağlı suala baxırıq. Burada 30.000 neçədirsə, A 548 ədədini minliklərə qədər yuvarlaqlaşdırırsaq ədəd necə dəyişir? Baxın, dəyərli müəllimlər. Burada təklik, onluq, yüzlük, minlik mərtəbəsində duran rəqəm A-dır. Və təbii ki, bu A rəqəmi bir vahid artacaq. Tutaq ki, B olacaq. Bunu sonra sizə nümunə ilə də, ədədlə də yazacağım, hər hansı bir ədəd. Və özündən sonrakılar sıfırla. İndi, deməli, bu B A-dan bir vahid böyük olan ədəddir. Məsələn, gəlin A-nın yerinə başqa bir ədəd yazaq özümüzdə. Tutaq ki, bura 6 yazaq. 36.548. Yuvarlaqlaşdırsaq nə olacaq? 36.000 olmalıdır. 36.548 eləcək 37.000. 7 yazsaq 38.000 olar. 3 yazsaq 33.548 34.000 olar. Neçə yazırıqsa yazaq, bir vahid artacaq, sonrakılar sıfırla. Və bütün hallarda artım baş verəcək. Bəs artımı necə taparıq? Məsələn, burada 37.000-dən çıxaram 36.548-i. Çıxanda ondan 8, 2, 5, 4. 452 vahid artar. Bütün hallarda bu doğru olacaq. Cavab elədi C variantı. 5-ci sualımıza baxırıq. Kater çayın axınına qarşı 5 saata 125 km yol getdi. Çay bu formadadır. Kater bunun axınına qarşı gedir və burada sürətlər çıxılacaq. Axına qarşı hər zaman kater çıxılsın, çay olur. 5 saata 125 km yol gedibsə, mən məsafəni zamana bölərəm, yəni 125-i bölərəm 5 saata, bu bərabər eləyər 25 km bölünsün saat. Bu aldığımız bir surətdir. Təbii ki, məsafəni zamana bölmüşük. Amma hansı surətdir? Axına qarşı olan sürətdir. Axına qarşı olan sürətdə dediyimiz kimi az öncə kater çıxılsın çay bərabər 25-ə. Burada mənə başqa şey verib. Çayın axma sürəti 3 km bölünsün saat. Çayın sürətinin burada verilmiş olan sürətindən, yəni verilmiş olan sürətindən istifadə eləyərək katerin öz sürətini tapmaq olar. Və bunu tapmalıyam ki, burada axın ilə olan nə qədər yol gedər onu tapaq. Gətirib yerinə yazıram. Kater çıxılsın çayın sürəti 3-dür, bərabərdir 25. Kater də bərabər 28. Yəni nədən 3-ü çıxan 25 qalır? Daha doğrusu, ya da burada biz kater çıxılsın, kater bərabər 28 yazaq. 28. Katerin sürətini də biz nə tapdıq? 28. Çayın sürəti də bizə onsuz da şərtdə verilib 3 km bölünsün saat. İndi bizə deyir ki, kater çayın axını ilə nə deməkdir dəyərli müəllimlər? Surətlər toplanır. Yəni kater üstəgələk çay. Axın ilə sürətimiz olacaq 28 üstəgələk 3 bərabərdir 31 km bölünsün saat.
Axın ilə 4 saatda dediyinə görə 4'ü vuracaqsan 31'ə bərabərdir 124 kilometr. Doğru cavab elədi C variantı. Növbəti, çevrənin diametrinin 8 misli ilə radiusunun 9 mislinin fərqi 42 santimetrdir. Çevrənin radiusunu tapın. Bu bizim çevrəmizdir. Bu çevrəmizdə bilirik ki, diametrimiz var. Bütövi bunun diametridir. Bu iki dənə də hissə birləşir, diametr əmələ gətirir və bunlar adlanır radius. Deməli, diametr 2 dənə radiusdan ibarətdir. Bizdən isə diametrin 8 misli ilə, yəni 8 diametr, radiusunun 9 mislinin fərqi 9 radius misli vurmaq deməkdir. Bərabərdir 42'yə. Diametrin buradan D-nin 2R olduğunu bilirik. Gətirib burada yerinə yazsaq, D-nin 2R olsa 8 dəfədə vurulsun 2R eləyər 16R, çıxılsın 9 radius bərabərdir 42. 16'dan 9'u çıxanda 7 radius bərabərdir 42'yə. Radius da bərabərdir 42'nin 7'yə böləndə 6 santimetr. Bizdən ilə çevrənin radiusunu soruşur. Çevrənin radiusu 6 santimetrə bərabərdir. Doğru cavab Y. 7-ci sualımız sertifikasiya rəsmi suallarındandır. İfadə qurmaq bacarığıdır həmçinin də. Avtomobilin yanacaq çənində x litr benzin var idi. X litr benzin var idi. Avtomobil bir neçə kilometr getdi və gedilən yolu A litr benzin sərf olundu. A litr benzin nə deməkdir? Çıxırıb. Məsələn, mənim maşınımın baxında tutaq ki, 40 litr benzin var. Mən gedirəm, burada 15 litr benzin sərf olunursa, yerdə qalan 25 olacaq. 40-dan 15'ə çıxmaq şərtindən də belə alınır. Ona görə çıxdıq və bərabərdir. Çəndə əvvəlki benzinimiz x idi, şərtdə verdiyi. Bunun yarısı qədər benzin qaldı, x bölünsün 2. Bizə deyir, bu ifadə hansıdır? Belə bir ifadə cavablarda yoxdur. Yəni x minusa bərabər. Deməli, mən burada nəsə eləməliyəm. Bu böl 2'ni bu bir tərəfə keçirdəndə, bax bunu başqa cürdə yazıram sənin üçün. Elə bir yerlərini dəyişək. Belə yaza bilərikmi? X böl 2 bərabərdir x minus a. Hə? Buradan x-i tapsaq, x bərabərdir. Bu böl 2 bu bir tərəfə keçəcək. X minus a vurulsun 2. Və ya burada belə bir cavab C variantında başqa cür belə yaza bilərəm. X çıxılsın a bərabərdir x bölünsün 2. Hər tərəfini 2'yə vuraram. 2 vurulsun x minus a. Buranı da 2'yə vuranda 2'lər gedər, yenə də x qalar. Yenə də gəldik, bunu aldıqmı? Baxın, dəyərli müəllimlər. 2'nin burada olmaq və ya burada olmağı eyni şeydir onsuz da. Vuruqların yerini dəyişdi, hansını qiymət dəyişimi. Necə fərqli tərəflərdən baxış elədik, hamısında cavab eyni alınır. Faiz məsələsi son artırılanlardandır. Burada faizin tapılmasının 3 əsas qaydası var. Onun ikisi bu sualda istifadə olunur. Həm faizinə görə ədədin tapılması, həm də ədədin faizinin tapılması. 56 faizi 350 olan ədədin bu faizinə görə ədədin tapılmasıdır. Faizinə görə ədədi tapmaq üçün ədədi faiz göstərən ədədə 100'ə vurub faiz göstərən ədədə bölmək lazımdır. Faiz göstərən ədəd hansıdır? Yanında faiz işarəsi olan ədəd. Bu ixtisarlarımızı eləyək. 56 4'ə 14, 104'ə 25. 14 ilə 350 də ixtisar gedir dəyərli müəllimlər. 14 14'ə 1, 350 14'ə 25. 25'i 25'ə vuranda ilə də 625. Amma işimiz bundan bitmir. Bu 625'in təzədən 24 faizini bizdən soruşmaq tələb olunur. 625'in 24 faizi vurulsun 24 bölünsün 100. 25'ə 4, 25'ə 25, 4 4'ə 1, 24 4'ə 6. Baxın, mərhələli ixtisar elədim. 25'i də 6'ya vuranda 150. Bunlar sizə çox sadə gəlməsin. Elə müəllimlərin əksəriyyətini elədik. Bax, burada bu səhvlərdir. Ədədi rəqəmi bir-birinə vuranda, böləndə, toplayanda, çıxanda çox elementar səhvlər edir və sonra bir müəllim əslində bilirdim diqqət səhv. Biz də bilirik ki, məsələn, tutaq ki, 25'i 6'ya vura bilirsiniz. Amma orada məsələn 150 yox, tutaq ki, 160'ı yazsaz və 150 yenə 160 yazsaz artıq işimiz çətin olacaq. Ona görə maksimum şəkildə nə olmaq lazımdır? Məsuliyyətli və diqqətli olmalısınız. Növbəti fəza fiqurlarından bağlı olan sualdır və siz fikir versəz görərsiniz ki, dəyərli müəllimlər, bütün sınaqlarımızda bu son artırılan mövzulara toxunmuşuq. Fəzadır, faizdir və s. Kuboidun səthinin sahəsi 352 kvadrat santimetr, iki üzünün sahəsi isə uyğun olaraq 32 və 96 kvadrat santimetrdir. Kuboidun üçüncü üzünün sahəsini tapın. Gəlin əvvəlcə
Kuboidu çəkməyə çalışaq. Kuboidin digər adı düzbucaqlı paralelipipeddir, dəyərli müəllimlər. Belə düşünək ki, burada bax ABC. Bunun tam səthin sahəsi düsturu 2 vurulsun AB üstəgələk AC üstəgələk BC. Əslində bu şəkli çəkməsə elə bu AB-ləri yazmasaq da, burada düsturu yazın, gətirib yerinə yazın, cavabı alacaqsınız. İndi burada yazılıb 352. 2 üzü, məsələn tutaq ki AB, baxın bura bu C bunun bu hündürlüyüdür də. Burada bu C'dir, burada B'dir. Bu AC bax bu mənə baxan üzdür. Buradan niyə 2-yə vurmuşuq? Bu tərəfdə də var axı. CB bu tərəfdə, bu bir tərəfdə də var axı. Yuxarıda AB'dir, aşağıda AB olacaq. Ona görə hər tərəfini 2-yə vurur. İndi burada fərqi yoxdur. Hansı ikisinə uyğun görürsünüzsə görün. 2 vurulsun. AB-nin yerində 32 yazaq. AC-nin yerində 96 yazaq. Nə fərqi var? Bizə soruşmuş konkret. Hansı? Bərabərdir 352. 32 ilə 96-nı toplayanda 128 üstəgələk BC. Bu 352-ni 2-yə bölmüşük, alınıb 176. Buradan da BC bərabərdir 176-dan 128-ə çıxanda qalır 48. Deməli, 3-cü üzünün sahəsi 48 imiş. Doğru cavab C variantı. Növbəti sualımız yaş məsələsindən bağlıdır. Kimlərdən söhbət gedir? Amiddən və Cahiddən. Amid və Cahid. Baş hərflərini yazıram. Amid 3M çıxılsın 2 yaşında ikən, Cahid M üstəgələk 4 yaşında idi. Əla. Sonra nə verir? Amid 4M üstəgəl 1 yaşına çatdıqda. Amid 4M üstəgəl 1 yaşına çatıb. Cahid 3M çıxılsın 1 yaşında olacaq. Bu formada məsələ yazılırsa, deməli yaş məsələsi. Bizim işimiz hazırdır. Bəli, mən bunu bilmirdim. Bilmirdinsə, kanalda yaş məsələsi var. Mütləq təkrar elə. İki şəxsin müxtəlif zamanda yaşlarını biliriksə, dəyərli müəllimlər, işimiz hazırdır. Sadəcə buradan bunu çıxıb, buradan da bunu çıxıb bir-birinə bərabərləşdirəcək. Niyə? Cavab veririk. Çünki zaman keçdikcə yaş fərqi dəyişmir. Amid və Cahidin köhnə illərdə, əvvəlki illərdə olan yaşları fərqi indi və bundan sonraki illərdə olan yaşlar fərqindən bərabər olacaq. Ona görə də bunlar bir-birinin bərabərliyi, fərqini yazıb tənliyimizi həll edəcək. Amiddə 3M-2, Cahiddə çıx, bunu mötərizədə yazırıq çünki mənfi ola bilər, ilişə bilərsiniz. Bərabərdir. Amidin yaşı 4M üstəgəl 1 çıxılsın Cahidin yaşına. 3M-1-ə. Bunu bu formada yazıq. Davam eləyəcək. 3M çıxılsın 2 çıx M çıx 4 bərabərdir 4M üstəgəl 1 çıx 3M üstəgələk 1. Bu mənfində bu mənfiyə vurdu. İndi bundan sonra davam edirik buradan. 3M-dən 1M çıxanda qalır burada. 2M çıxılsın 6 bərabərdir 4M 3M-dən qalır 1M 1 də eləyir M üstəgələk 2. Bundan sonra davam eləsək, dəyərli müəllimlər, M bura keçər, mənfi altda bu bir tərəfə keçər, eləyər 8. M də bərabər 8. Sadəcə tərəf-tərəfə çıxmaq. Burada sizə bəlkə də həlli sonradan asan gəlir, amma bax burada elementar bir dənə işarəni səhv yazsaz, sual da səhv gedəcək. Bu qədər dəyərli müəllimlər, dediyimiz kimi 2027 sertifikasiya imtahanı üçün yay təlimlərimiz başlayacaq. Niyə yay qrupu? Çünki yayda müəllimlərin hardasa biraz asudə vaxtları olur və onlara daha yaxşı imkan və şərait yaranır ki, verilən tapşırıqların ötəsindən daha layiqincə gəlsinlər. Hər birinizə uğurlar arzulayıram dəyərli müəllimlər. İnşallah yaxşı olacaq. Sadəcə dediyim kimi məsuliyyətli və diqqətli olun. Növbəti izahlarımızda görüşərik. Hələlik.